Salam qızlar, gəlin bugün birlikdə çox dadlı feyxa turşusunu hazırlayaq. Gördüyünüz kimi feyxaların baş hissəsini təmizləyib, yaxşıca yuyub bankalara doldururuq. Bankalara doldurduğunuz zaman içərisinə zövqünüzə görə ara-ara limon və sarımsaq əlavə edə bilərsiniz. Mən bankalara limon əlavə etmişəm, sarımsaq əlavə etməmişəm. Üzərlərinə 1 çay qaşığı quru nanə əlavə etmişəm. Siz yaş nanəniz varsa, təzə yaş nanədən istifadə edə bilərsiniz. Şüyüd, cəfəri bu tamamilə sizin zövqünüzə görədir. Mən sadəcə quru nanədən istifadə etmək istəmişəm. Qaya duzundan istifadə edirəm. Bəlkə bu qaya duzu sizin üçün çox ola bilər. Mən turşuları duzlu sevdiyim üçün duzu daha biraz artıq qatıram. 1 çay qaşığı şəkər tozu əlavə edirəm bankaların üzərinə və 1 çay qaşığı uksuz. Ən sonunda da üzərinə çıxacaq qədər isti su əlavə edib qışlıq üçün bağlayıram. Və qızlar, feyxanın mövsümü olduğu üçün mən feyxa mürəbbəsinin bişirilməsini də hazırlamışam, soyuq halda da hazırlamışam. Amma artıq bu dəfə də mürəbbəni bişirəndə fərqinə vardım ki, mənim əlimdən bişirilmə mürəbbə nədənsə gəlmir. Əslində hər şey reseptə uyğun edirəm, amma görürəm ki, istədiyim nəticəni əldə edə bilmirəm. Sizdə də belə bir şey varsa, mənə yazın, yorumlarda hamısını oxuyub cavablandıracağam. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Hazırlayacaq hər kəsə yenidən nuş olsun.